Növbəti MiG 2026 suallarımızdan olan bir sualın izahını verim sizə. Cədvələ əsasında uyğunluğu müəyyənləşdirin. Yəni doğrudan doğru, yanlışdan yanlışı seçirik. 1. Hadisəni tərkib hissələrinə ayıraraq araşdırmaq analitik düşünmədir. Bəli, yəni təhlil olunur. Niyə araşdırılır hadisə? Niyə analitik təfəkkür deyirik buna? Çünki bu təhlillə əlaqəlidir. Yəni bir mövzunu hissələrə ayırırsansa, onu təhlil etmək üçün ayırırsan, analiz etmək üçün ayırırsan. O baxımdan bir doğrudur və biri götürürük. 2. Problemi sadə həll yolu həll etmək bu analoji deyil. Bu məntiqi təfəkkür. Çünki analoji düşünmədə eyniyə əsaslanan mühakimədir. O baxımdan 2 səhvdir, bizə lazım deyil. 3. İnformasiyanı olduğu kimi qəbul etmədən onun etibarlarını yoxlamaq tənqid düşünmədir. Bəli, bu doğrudur, ancaq bizə lazım deyil. Çünki yanlışdan yanlış lazım idi bizə. Çünki informasiyanı olduğu kimi qəbul etmədən etibarını yoxlamaq bu sırf tənqidiyə aiddir. Çünki tənqid təfəkkürlərdə güman şübhə yoxdur. Onlar nə olsun, doğru olsun. Yetər ki, məlumat doğru olsun, fərqi yoxdur, nə şəraitdə olur olsun. Ancaq 4-də deyir ki, şəxsin yalnız şəxsi emosiyalara əsaslanaraq yox, faktlara əsaslanması yaradıcı düşünmədir. Bu isə tənqid düşünmədir. Çünki yaradıcı düşünmədə hökmən ki, yeni bir şey yaranmalıdır, təzə bir şey olmalıdır. Yeni bir həll yolu, yeni bir təklif planı, alternativ bir şəkildə yenilik olmalıdır, təzə nəsə olmalıdır orada. O baxımdan da 4 səhvdir. Testimizin də doğru cavabı olacaq C bəndi 1 və 4.